Salam değerli dostlar, bugün mən sizlərə dünyanın ənləri haqqında məlumat verəcəm. Dünyanın ən hündür zirvəsi Chomolungma Everest 8848 metr. Dünyanın ən uzun dağ sistemi Ant dağları təqribən şimaldan cənuba 9000 kilometr uzanır. Dünyanın ən uzun çayı Nil çayı 6671 kilometr. Dünyanın en bol sulu çayı Amazon çayı 6400 kilometr. Dünyanın en hündür şəlaləsi Angel şəlaləsi 1054 metr. Dünyanın en büyük adası Grenlandiya adası təqribən sahəsi 2,2 milyon kvadrat kilometrdir. Dünyanın en büyük yarımadası Ərəbistan təqribən sahəsi 3,2 milyon kvadrat kilometrdir. Dünyanın en büyük gölü Xəzər sahəsi 371 min kvadrat kilometrdir. Dünyanın en derin gölü Baykal dərinliyi 1620 metrdir. Dünyanın en hündürdə yerləşən gölü Titicaca dəniz səviyyəsindən 3812 metr yüksəklikdə yerləşir. Dünyanın en büyük dənizi Filippin dənizi sahəsi 5,7 milyon kvadrat kilometrdir. Dünyanın en derin yeri okeanda, yəni Marian çökəkliyi Marianovu 11022 metr. Dünyanın en alçaq çökəkliyi ancaq quruda Ölü dəniz səviyyəsi -405 metr. Və eyni zamanda dünyanın en duzlu gölü də buradadır. Ölü dəniz adlandırılır. Duzluluğu 360 promillidir. Dünyanın en duzlu dənizi Qırmızı dəniz 42 promilli. Yəni 1 litrində 42 qram duz var. Dünyanın en enli boğazı Antarktida Cənubi Amerikasında olan Drake boğazı 1000 kilometr. Dünyanın en uzun boğazı Mozambik boğazı uzunluğu 1760 kilometrdir. Dünyanın en büyük körfəzi Bengal körfəzi təqribən sahəsi 2,1 milyon kvadrat kilometrdir. Dünyanın en büyük səhrası Böyük Səhra və yaxud Sahara adlandırılan səhra 9,4 milyon kvadrat kilometr. Dünyanın en isti yeri Liviyanın paytaxtı Tripoli şəhəri müsbət 58,1 dərəcə. Son dövrlər dünyanın en isti yeri olaraq Dəşti Lüt səhrası İran ərazisindəki bu ərazidə qeydə alınıb. Təxminən 80 dərəcəyə yaxın çatır temperatur. Müsbət 80 dərəcə. Dünyanın en soyuq yeri isə Antarktidada olan Fuji günbəzi -91,2 dərəcə. Belə, siz də hansı dünyaya ait en böyükləri bilirsinizsə və yaxud en kiçikləri yorum qismində qeyd edə bilərsiniz.